Vaqiyə qopacağı zaman onun qopduğunu heç kəs dana bilməz. O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır. Yer şiddətlə titrədiyi zaman, dağlar parça-parça olub ovxalandığı və ətrafa səpələnmiş toz torpağa döndüyü zaman, siz 3 dəstəyə ayrılacaqsınız. Sağ tərəf sahibləri, nə xoşbəxtdir sağ tərəf sahibləri. Sol tərəf sahibləri, nə bədbəxtdir sol tərəf sahibləri. Onlar qızmar yel və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar. Bu duman nə sərin, nə də xoşa gələndir. Onlar bundan əvvəl cah-cəlal içində idilər. Böyük günah işlətməkdə israr edirdilər və deyirdilər: məyər biz ölüb torpaq və sürsümük olduqdan sonra yenidənmi dirildiləcəyik? Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi? De ki, şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar. Sonra siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar, siz mütləq zəqqum ağacından yeyəcəksiniz. Qarınlarınızı onunla dolduracaqsınız. Üstündən də qaynar su içəcəksiniz. Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz. Bu, onların haqq hesab günündəki ziyafətidir. Sizi biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz? Həqiqətən münafiqlər odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən. Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Rəbbin onların etdiklərindən xəbərsiz deyildir. Məyər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir. Onlar Allah yanında müxtəlif dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür. Həqiqətən cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Onun 7 qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur. Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: məyər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi? Onlar, əlbəttə gəlmişdi deyəcəklər. Lakin əzab sözü kafirlər barəsində gerçəkləşdi. Onlara, içində əbədi qalacağınız cəhənnəmin qapılarına girin deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir. Kimin tərəziləri yüngül gələrsə, məskəni haviyə olacaqdır. Sən hardan biləsən ki, o nədir? O, çox qızmar bir oddur. Xeyr, bu alovu şöylələnən oddur. Başın dərisini sıyırıb çıxaran bir od. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni və mal-dövlət yığıb saxlayanı. De ki, haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın.
Biz zalimlar üçün elə bir od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə, əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir, nə pis məskəndir. Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir. Bununla onların bətinlərindəki və dərisi ərdiləcəkdir. Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır. Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə, yenidən oraya qaytarılacaq və onlara dadın odun əzabını deyiləcəkdir. O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək, üzülüb əldən düşəcək, çox qızmar oda girəcək, qaynar çeşmədən içirdiləcəkdir. Onlara daridən başqa bir yemək verilməyəcəkdir. O onları nə doydurar, nə də aclıqdan xilas edər. Qabaqda onu cəhənnəm gözləyir. Orada ona irinli su içirdiləcək. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir. Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar, qaynar su qaynayan kimi. Onu tutub cəhənnəmin ortasına sürüyün. Sonra əzab vermək üçün başına qaynar su tökün. Dad bu əzabı. Sən ki, qüdrətli və şərəfliydin. Sizin şübhə etdiyiniz əzab budur. Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı? Biz onu zalimlar üçün bir sınaq etdik. O, cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır. Onun meyvəsi şeytanların başları kimidir. Günahkarlar ondan yeyib, qarınlarını dolduracaqlar. Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir. Sonra onlar mütləq cəhənnəmə qaytarılacaqlar. Həqiqətən onlar ata-babalarını azmış gördülər. Özləri də tez tələsik onların izini tutub getdilər. Həqiqətən onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü. Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik. Bax, gör xəbərdar edilənlərin aqibəti necə oldu? Məyər öz Rəbbindən vəhy edilmiş aydın dəlilə istinad edən kimsə, pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi? Məyər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən, qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi? Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: kaş kitabım mənə verilməyəydi. Hesabımdan da xəbərim olmayaydı. Kaş ilk ölümüm həmişəlik olaydı. Var dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi. Mələklərə deyiləcək: onu yaxalayıb zəncirləyin, sonra da cəhənnəmə atın. Onu uzunluğu 70 dirsək olan zəncirə vurun. Çünki o, böyük Allaha iman gətirmirdi və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi. Bugün burada onun üçün bir dost tapılmaz, qanlı irindən başqa yeməyi də yoxdur. Onu ancaq
günahkarlar yeyər. Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı daim datsınlar deyə biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən Allah qüdrətlidir, müdrikdir. Qiyamət günü biz onları kör, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların sığınacaqları yer cəhənnəmdir. Onun alovu azaldıqca, onlar üçün alovu artıracağıq. Pis əməllə gələnlər isə üz üstə oda atılarlar. Onlara deyilər, məyər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı? Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar. Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar. Məyər mənim ayələrim sizə oxunmurdumu? Siz də onları yalan hesab etmirdinizmi? Onlar deyəcəklər, ey Rəbbimiz, bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir cəmaat olduq. Ey Rəbbimiz, bizi oradan çıxart, əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də zalım olarıq. Allah buyuracaq, orada alçalmış vəziyyətdə qalın və mənə heç nə deməyin. Həqiqətən Allah kafirləri lənətləmiş və onlar üçün yandırıb yaxan od hazırlamışdır. Onlar orada əbədi qalacaq, özlərinə nə bir himayəçi, nə də bir yardımcı tapa bilməyəcəklər. Üzləri odda oyan bu yana döndəriləcəyi gün onlar deyəcəklər, kaş biz Allaha ibadət edəydik, onun elçisinə itayətkar olaydıq. Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər. O gün onlar üzü üstə cəhənnəmə sürüklənəcək və onlara cəhənnəmin təmasını dadın deyiləcəkdir. Onlar kitabı və elçilərimizə göndərdiklərimizi yalan saydılar. Onlar yaxınlarda biləcəklər, o zaman ki, boyunlarında dəmir halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər qaynar suya tərəf. Sonra odda yandırılacaqlar. Kafirləri isə cəhənnəm odu gözləyir. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq. Onlar orada fəryad qoparıb yalvaracaqlar. Ey Rəbbimiz, bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək. Onlara deyiləcək, məyər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı. Zalimlara kömək edən olmaz. O zaman onlar odda bir-biri ilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə, biz sizin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qurtara bilərsinizmi deyəcəklər. Təkəbbür göstərənlər, hamımız bunun içindəyik. Artıq Allah qullar arasında hökmünü vermişdir deyəcəklər. Odda olanlar
cəhənnəm gözətçilərinə deyəcəklər: Rəbbinizə yalvarın ki, heç olmasa bircə gün əzabımızı yüngülləşdirsin. Mələklər deyəcəklər: Məyər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər? Onlar, əlbəttə gətirmişdilər deyəcəklər. Mələklər də, elə isə özünüz yalvarın deyəcəklər. Kafirlərin yalvarması isə boş şeydir. Şübhəsiz ki, günahkarlar əbədi olaraq cəhənnəm əzabı içində qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar. Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər. Onlar cəhənnəm gözətçisini çağırıb deyəcəklər: Ey Malik, qoy Rəbbin canımızı alıb qurtarsın. O isə, siz burada əbədi qalacaqsınız deyəcək. O gün, vay halına haqqı yalan sayanların, o kəslər ki, yalan bataqlığında əylənirlər. O gün onlar amansızcasına sürüdülərək cəhənnəm oduna atılacaqlar. Onlara deyiləcək: Bu sizin yalan saydığınız cəhənnəm odudur. Bəlkə bu da sehirdir. Siz görmürsünüz. Yanın orada. Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir. Cəzası verilir. Cəzası verilir.